Eremik bağlayıcı bölməsindən 50-ci sual. Verilən cümlələrdəki bağlayıcılarda sonra vergül qoysaq doğru, vergülü silsək yanlış olacaq. Mağaza bayram endirimləri başlayıb belə ki burada bağlayıcıdır və özündən sonra vergül qoyulmalıdır. D vergül qoysa doğru, vergülü qoyduq və doğru oldu. Biri götürürük. Məsələn, indi bura gəlsə necə reaksiya verməliyəm? Məsələn, burada aydınlaşma bağlayıcıdır, özündən sonra vergül olmalıdır. D vergülü silsək yanlış olar. Bu vergülü silsək yanlış olar əlbəttə ki, bunu da götürürük. Rasimi, yəni dostumu hələ də axtarırdım. Burada deyir ki, sonra vergül qoysaq və vergülü silsək. Vergülü silsək buradan deyir həmin cümlədəki yanlış olar. Vergülü silsək, vergül qoyulmayıbsa, özündən sonraki amma deyir burada. Özündən sonra vergül yoxdur və vergül qoysaq doğru olar deyir. Biz buna vergül qoysaq yanlış olar. Ona görə bunu götürmürük. Bizə deyir ki, özündən sonra vergül qoysaq. Burada vergül qoya bilmirik. Qoysaq yanlış olar. Amma bizdən istəyir ki, vergül qoysaq doğru olmalıdır. Ona görə 3'ü götürmürük. Sonra anası yemək hazırlayırdı, uşaq isə ağlayırdı. Özündən sonra vergül qoysaq yanlış olar. Bizə yanlış olan yox, özündən sonra vergül qoysaq doğru olan lazımdır. Özündən əvvəl vergül silsək yanlış olan lazımdır. Görürdük ki, heç də hər şey yolunda getmir. Burada özündən sonra vergül qoysaq doğru olar. Burada 5'i də götürürük. Deməli, nəticə etibarilə cavabımız nə olur? 1, 2, 5 cavabımız oldu. C variantı.